Beynəlxalq mediada İranın Rusiya ilə keçirdiyi hərbi təlimlərə Çinin qoşulması geniş müzakirə olunur. Bu addım sıradan hərbi əməkdaşlıq kimi qiymətləndirilmir. Söhbət təkcə dəniz manevrlərindən deyil, daha dərin geosiyasi hesablamalardan gedir. Belə ki, regionda artan gərginlik fonunda Tehran üçün hərbi siyasi tərəfdaşlıq formatlarının genişləndirilməsi strateji zərurətə çevrilib. Bir tərəfdən Çin kimi qlobal gücün bu təlimlərə qatılması İranın beynəlxalq arenada tək olmadığını nümayiş etdirir. Digər tərəfdən isə bu addım potensial hərbi risklərə qarşı siyasi siper rolunu oynaya bilər. Məhz buna görə də bəzi ekspertlər hesab edir ki, Tehran bu platforma vasitəsilə mümkün ABŞ hücumu ehtimalına qarşı vaxt qazanmağa çalışır. Çünki böyük güclərlə eyni hərbi platformada iştirak etmək hər hansı xarici müdaxilənin siyasi qiymətini artırır. Eyni zamanda Rusiya və Çinlə koordinasiyalı fəaliyyət İranın regional çəkisini nisbətən yüksəldir və onu daha mürəkkəb diplomatik düyünün bir hissəsinə çevirir. Bu isə o deməkdir ki, İrana qarşı atılacaq addım avtomatik olaraq daha geniş geosiyasi reaksiya riski yarada bilər. Fikrimcə, İran-Rusiya təlimlərinə Çinin qoşulması həm taktiki, həm də strateji baxımdan ciddi mesajdır. Ona görə ki, bu addım bir tərəfdən güc balansını dəyişməyə hesablanıbsa, digər tərəfdən mümkün hərbi ssenarilərin qarşısını almaq və zaman qazanmaq məqsədi güdür. Beləliklə, görünən hərbi manevrlərin arxasında daha geniş siyasi hesablamaların dayandığı ehtimalı güclənir. Yəni, bu addımda Tehran bir qədər vaxt qazanır. Bir müddət bundan əvvəl Hörmüz boğazının bəzi hissələrinin bağlanıldığı və raket atılması ilə bağlı iddialar da var idi. Düşünürəm ki, İran bu həmlə ilə səssizcə vaxt qazanır, yəni nəyinsə dəyişəcəyini düşünür. Rusiya və Çin kimi güclərlə eyni platformada görünmək İranın siyasi çəkisini artıran faktor hesab olunur. Bununla Tehran potensial rəqiblərin təcrid olunan aktyor mesajını heçə indirir. Birləşmiş Ştatlar bu cür təlimləri regionda sabitliyə töhfə verməyən və daha çox simvolik xarakter daşıyan addım kimi qiymətləndirir. Vaşinqton hesab edir ki, bu əməkdaşlıq real hərbi balansı köklü şəkildə dəyişmir, lakin siyasi mesaj xarakteri daşıyır. Bununla belə Birləşmiş Ştatlar regiondakı mövcudluğunu və tərəfdaşlıq şəbəkələrini qorumaqda davam edir. Digər tərəfdən Vaşinqton üçün əsas məsələ İranın hərbi imkanlarının deyil, onun regional davranış modelinin dəyişib-dəyişməməsidir. Əgər Tehran bu formatı yalnız çəkindirmə aləti kimi istifadə edirsə, Birləşmiş Ştatlar daha çox diplomatik və iqtisadi təzyiq xəttini üstün tutur. Nəticə etibarilə İranın bu addımı preventiv balanslaşdırma strategiyası kimi qiymətləndirilə bilər. Birləşmiş Ştatlar isə buna qarşı birbaşa eskalasiya deyil, nəzarətli təzyiq və müşahidə siyasəti ilə cavab verməyə çalışır. Yəni, hazırki mərhələdə tərəflər arasında açıq toqquşmadan çox qarşılıqlı mesajlaşma və strateji hesablamalar mərhələsi davam edir. Analitiklərin fikrincə, təlimlərin davam etdiyi bir vaxtda İranın hədəfə alınması qeyri-mümkün ssenaridir. İranın regional şəbəkələr və müttəfiqlərlə əlaqəsi hücumun təsirini lokallaşdırmağa və zəruri minimuma endirməyə xidmət edə bilər. Lakin hərbi eskalasiya riskləri yüksəkdir. Hər bir addım qlobal geosiyasi nəticələrə səbəb ola bilər. Beləliklə, Birləşmiş Ştatların hücumu yalnız lokal təsir yaratmaqla qalmayıb, həm də çoxşaxəli diplomatik və strateji reaksiyalarla nəticələnəcək. Lakin burada Moskva və Pekin faktorunu da unutmaq olmaz. İran ətrafında yaranan gərginlik ali rəhbər Əli Xameneyinin reytinqinə də ciddi təsir edib. Reutersin məlumatına görə hazırda ali rəhbər 36 illik hakimiyyətinin ən çətin dövrünü yaşayır. O həm daxili, həm də xarici təzyiqlərlə üz-üzədir. İlk növbədə iqtisadi çətinliklər və inflyasiya kütləvi narazılıqları gücləndirir. Eyni zamanda Birləşmiş Ştatlar və İsrail ilə davam edən geosiyasi qarşıdurmalar Tehran üçün əlavə strateji risk yaradır. Hərbi manevrlər və çoxşaxəli əməkdaşlıqlar Xameneyinin mövqeyini möhkəmləndirməyə yönəlmiş olsa da, onlar daxili problemləri həll etmir. Çünki Xameney həm regional, həm də beynəlxalq səviyyədə çevik diplomatik və strateji manevrlər tələb edən mürəkkəb vəziyyətə düşüb.